İnsanlar özlərini nə ilə ifadə edirlər? Bizdə yaxşı bir söz var, deyir ki, geyimi ilə qarşılayarlar adamı, amma danışığı ilə yola salarlar. Və sosial şəbəkədə sən özünü qiymətləndirməvi eləyirsən hər gün paylaşdığın hər şeylə. Mən kiməm? Mən nəçiyəm? Mən nə işlə məşğulam? Mənim həyat tərzim nədir? Danışdığım bariz nümunədir. Bəzi şeylər var ki, o bizim şəxsiyyət vəsiqəmizdir. Geyimimiz bizim şəxsiyyət vəsiqəmizdir. Kimi isə o tərz geyinirik. Kimi isə o tərz davranırıq. Danışığımız şəxsiyyət vəsiqəmizdir. Necə danışırıqsa biz oyuq. Biz deyə bilmərik ki, bunu mən demədim ki, arxadan kimsə dedi, kənardan kimsə dedi. Yox, ağzından çıxan kəlmə sənsən. Sən özünsən və ağzından çıxan söz də, geyindiyin geyim də sənin şəxsiyyət vəsiqəndir.